Bugünkü buraxılış imtahanında istifadə olunmuş açıq sualın izahına baxaq. A və B nöqtələrini birləşdirən parçanın orta nöqtəsi absis oxunun mənfi hissəsi üzərində olarsa, K-nı tapın. İlk öncə bu nöqtələri birləşdirən parçanın orta nöqtəsinin koordinatlarını tapaq. X ştrix bərabərdir. K kvadratı çıxılsın 4K üstəgəl 12 çıx 4K bölünsün 2 bərabərdir. K kvadratı çıx 8K üstəgəl 12 bölünsün 2. Nöqtənin absis oxunun mənfi hissəsi üzərində yerləşməsi onu bildirir ki, həmin nöqtənin x koordinatının qiyməti sıfırdan kiçikdir. Bunu sıfırdan kiçik eləyib hesablayırıq. K kvadratı çıxılsın 8K üstəgəl 12 kiçikdir 0. Vuruqlara ayıraq. K çıx 6, K çıx 2 kiçikdir 0. İntervallar üsulu 2, 6, 7 qoysaq müsbət, mənfi, müsbət bizə mənfi aralıq lazımdır. 2, 6 aralığı. Deməli, buna əsasən K 3, 4 və 5 qiyməti ala bilər. İndi Y koordinatına baxaq. Yazılıb ki, absis oxunun mənfi hissəsi üzərindədir. Yəni, absis oxunun üzərində olması onu bildirir ki, Y koordinatı 0-a bərabərdir. Y koordinatını tapaq, toplayıb 2-yə bölürük. K kvadrat çıxılsın 12K üstəgəl 32 bölünsün 2 bərabər olmalıdır 0-a. Deməli, K kvadrat çıxılsın 12K üstəgəl 32 0-a bərabər olmalıdır. Buradan da K-nın qiyməti olur 4 və 8. İndi biz elə bir qiymət seçməliyik ki, həm X koordinatı üçün uyğun olsun, həm də Y koordinatı üçün uyğun olsun. Deməli, hər ikisində ortaq olan hansı qiymətdir? 4. Deməli, bu sualın cavabı olacaq 4.